Müvəqqəti kral olan Texexe yoldaşları ilə başqa dağlara qalxır, günlərlə ov edir və ovladıqlarını Zaldamada aparırdı. Bu da digər dağların sakinlərini narahat edirdi. Texexe bütün məsələlərdə Faxtad üçün yox, Zaldamad üçün çalışırdı. Günlərin birində Texexe 50 yoldaşı ilə sonuncu səfərinə çıxdı. Tejek dağlarının ən yüksəyi olan Maxanq dağına getdi. Buranın sakinləri soyuqqanlı, kinli, qəddar və kobud insanlar kimi tanınırdılar. 8000-dən çox əhalisi olan Maxanq dağında kraldan çox öz seçdikləri Nisxeyx hökmran idi. Avamtinin getməyindən 3 il ötmüşdü. Hamı onu ölmüş hesab edirdi. Texexe kral olduğunu düşünür, özünü bütün Tejek və Tejeklilərin sahibi hesab edirdi. Odur ki, ov sırasında Nisxeyxin keçilərini oxla vurmağa başladı. Nisxeyxin çobanı etiraz elədi və mübahisə zamanı Texexe vurduğu dirsək zərbəsi ilə onu öldürdü. Texexe və yoldaşları buna əhəmiyyət verməyib, ovladıqları keçiləri götürüb bir qədər aralıda düşərgə qurdular. Bu hadisənin sorağı Maxanq dağına çox tez yayıldı və dan sökülən zaman Texexe qarşısında Nisxeyx və 300 silahlı döyüşçü gördü. Nisxeyx Texexeni krallığın qəsbində və quldurluqda günahlandırıb təslim olmağa çağırdı. Texexe isə geri durmadı. Bununla da Faxtad krallığında ilk daxili münaqişə başladı. 50 nəfər 300 nəfərə qarşı. Əvvəlcə təkbətək döyüş oldu. Nisxeyxin qardaşı Üsüm uzun qılıncı əlində meydana çıxdı. Bu qılınc neçə il qabaq Texexe və Avamtinin atası Kral Katın tərəfindən Nisxeyxin atasına hədiyyə edilmişdi. Əfsanəyə görə kral qılıncı Zaldamadın zirvəsindəki qədim mağaradan tapmış, Nisxeyxin atası Tejekdəki quldurları yaxaladıqdan sonra ona hədiyyə etmişdi. Bu qılıncla meydana çıxan Üsüm ilk 4 rəqibini yerə sərdi. 5-ci Zaldamadlı rəqibi Üsümü güc-bəla öldürdü. Döyüş Texexe tək qalana qədər davam elədi. Texexe yenə təslim olmadı və 3 nəfəri qanına qəltan edəndən sonra həlak oldu. Özü də Üsümə atasından qalan qılıncla. Nisxeyx 58 nəfər itirmişdi. Öz adamları və Texexeni elə oradaca dəfn etdikdən sonra bütün Tekşikə elçilər göndərib özünü kral elan etdi. Texexenin ölüm xəbəri hər yerə yayıldı. Zaldamadda nüfuz sahibi olan Qıpıq Zaldamadı qılınc gücünə ələ aldı. Bütün Tejikdə Texexe ilə Nisxeyx arasındakı döyüşün keçi üstündə başlamasını qınayırdılar. Hətta döyüşü keçi uğrunda adlandırdılar. Üsümün qılıncını isə qan tökən. Bir yandan Nisxeyx, bir yandan da Qıpıq digər dağların əhalisini təbə etməyə çalışırdı. Nisxeyx qərbdəki 12 dağı özünə tabe etdi. Qıpıq isə şərqdəki 10 dağı. Təkcə Talik xalqı təhdid və vədlərə baxmayaraq bir tərəf qaldı. Onlar hələ də Avamtinin gəlişini gözləyirdilər. Hətta Talik lideri Çözza danışığa gələn Qıpığı qovdu. Qıpıq Nisxeyxi məğlub edəndən sonra Talik'i cəzalandıracağını and içdi. Nəhayət hər iki tərəf özünə ordu topladı və Faxtad kralı olmaq uğrunda günəş keçidi ilə bir-birinə tərəf irəliləməyə başladılar. Qıpığın 4500, Nisxeyxin 5000 döyüşçüsü vardı. Döyüşün qarşısını almağa çalışan müridlər olsa da ilk toqquşma sərt başladı. Nisxeyx say üstünlüyünə arxayın idi və bütün döyüşü təpə başında qan tökəni qınında tutaraq izlədi. Əvvəlcə üstün gələn Nisxeyxin ordusu Qıpığın işlətdiyi taktika ilə mühasirəyə düşdü. Qanlı döyüş oldu. Gün batanda hər iki tərəf geri çəkilmək əmri aldı. Qıpıq 1100, Nisxeyx isə 2100 döyüşçü itirmişdi. Gecə boyu Tejik dağları alışmadığı inilti səslərinə səs verib inlədi. Dağların iniltisini hamı eşitdi.
Amma gün doğanda hakimiyyət hərisliyi hər iki tərəfi yenidən alovlandırdı. Nisxexin döyüşçüləri başçılarını qınayırdılar. Dünənki döyüşü isə artıq qınında qılınc adlandırmağa başlamışdılar. Dan söküləndə Nisxex ön cərgədə əlində qan tökən 2800 döyüşçü ilə 3400 nəfərə hücum etdi. Bu dəfəki döyüş daha qanlı oldu. Gah Nisxex, gah Qıpıq üstün gəlirdi. Nisxexin ordusu daha çox igidlik göstərsə də darmadağın oldu. Geri çəkilməyə çalışanda isə Qıpığın usta oxçuları qaçanlara aman vermədi. Nisxex atına minib 5-6 nəfərlə güc bəla qaça bildi. Qıpığın vəziyyəti də ürək açan deyildi. Cəmi 230 döyüşçüsü qalmışdı. Meydan cəsədlərlə dolu idi. Minlərlə cəsəd və sağ çıxmış 230 nəfər. Döyüşü Nisxexin sonradan əlinə qılınc almasının faydasız olduğunu vurğulamaq üçün paslı qılınc, meydanı da ox meydanı adlandırdılar. Qıpıq Zaldamada qayıdıb yenidən qüvvə toplamaq, Nisxexi tutmaq qərarına gəldi. Amma heç gözləmədiyi bir şey oldu. Zaldamadda 500 talikli döyüşçü vardı. Çözza Qıpığı təslim olmağa çağırdı. Etiraz edəndə isə daha gözlənilməz hadisə baş verdi. 4 nala çapan 16 atlı özünü yetirdi. Başçıları Kral Avamti idi. Qıpığın və Nisxexin minlərlə insanı qırğına verməsi bütün Tejek sakinlərini qeyzləndirmişdi. Buna görə hamı onlara nifrət edir, Çözzanı alqışlayırdı. Çözzanın qarşısında diz çöküb sədaqət andı içməsi Avamtini bütün Tejekdə yenidən güclü kral kimi tanıtdı. Qıpıq müqavimət göstərmək istəsə də adamlarının çoxu Avamti tərəfə keçdi. Avamti hər şeyi öyrənəndən sonra Nisxexə təslim olması üçün elçi göndərdi. Ali məhkəmə qurdu. Çözzanı günahsız və sadiq elan etdi. Qardaşı Texexeni günahkar sayıb, Nisxexdən qardaşının intiqamını alamayacağını dedi. Texexenin səhvinə görə Tejek xalqından üzr istədi. Qanunlara görə Texexenin ölümündən sonra dağın liderləri toplanıb lider seçməli olduqları halda Nisxex və Qıpığın zorla kral olmağa çalışmaları Faxtat əhalisinin demək olar onda birini bada verdikləri üçün hər iki üsyankar edama məhkum olundu. Hökm Nisxex ələ keçiriləndən sonra Zaldamad dağında yerinə yetiriləcəkdi. Quldur dəstəni toplayan Nisxex 1 ilə yaxın Avamtiyə təslim olmadı. Qıpıq da 1 il məhbəsdə yaşadı. Bu müddət ərzində ox meydanındakı minlərlə cəsəd ucbatından vəba yayılmağa başladı. Yüzlərlə insan xəstəlikdən ölsə də, müəyyən qədəri Tejekin bənzərsiz şəfalı bitkiləri sayəsində xəstəliyə qarşı mübarizə apara bilirdi. Nəhayət, 28 yaşlı kral Avamti Çözzanın yaxaladığı Nisxexi və Qıpığı Zaldamadın zirvəsində qan tökənlə edam etdi. Cəsədlərini qayalıqdan aşağı yuvarladı. Bu hadisədən sonra xəstəlik tədricən yox oldu. Amma yeni bəla qapıdaydı. Sel meşələri yuyub aparır, heyvanları, əkinləri məhv edirdi. Vəbanın öldürdüyündən də çox insan selin qurbanı oldu. Sel fəlakətindən sonra onsuz da az olan və getdikcə azalan əhali Tejekdə çox yaşaya bilməzdi. İndi Avamti səyahətinin bəhrəsini görməyin vaxtı çatdığını və xəyallarının gerçəkləşməyinə yaxın olduğunu hiss edirdi. Bütün əhalini yığıb günəş keçidi ilə qərbə üz tutdu və Qağcaq Qajel adlandırdığı yerə köçdü. Beləcə Tejeklilər ata-baba yurtlarını tərk edib münbit, əkinə yararlı, bərəkətli ərazi olan Qağcaq Qajelə yerləşdilər. Əhali heyvandarlıq, bağçılıq və əkinçiliklə birdən-birə inkişaf elədi. Avamti düşmənçilik olmasın deyə bütün dağ sakinlərini bir-birinə qarışdırıb vahid xalqından ibarət Faxtat krallığını yenidən dirçəltdi. Bir neçə il sonra Tejek dağlarında heyvanların artdığı, hər şeyin əvvəlkindən daha çox olduğu zaman Avamti yeni qərar verdi. Əhalinin bir qismi ilə yenidən Tejekə qayıtdı və beləcə iki əyalətdən ibarət Faxtat krallığı iki əyalətin arasında ticarətdə də inkişaf etdi.
Salamatda yaşayan Avanti krallığı uzun illər idarə elədi. 85 yaşına qədər hökmran oldu və sakitcə dünyadan köçdü. Ölümündən sonra oğlu 56 yaşlı Amasti kral oldu. Bu illərdə baş verən xırda çəkişmələr tez yatırıldı. Amasti 61 yaşına çatanda Faxtat xalqının varlığından xəbəri belə olmadığı nəhəng Pune krallığı şərq tərəfdən sərhədləri yeridi. Qanlı döyüşlər oldu. Pune əvvəlcə Tecik dağlarını ələ keçirdi, sonra Qağcaq Qajelə yürüş elədi. Uzun müqavimətdən sonra döyüşlərdən yorğun düşmüş krallıq Amastinin bayrağı altında cənuba köç etdi. Amasti bu səfərdə öldü. Səfil əhali parçalandı və Faxtat krallığı 22-ci kral Amastinin ölümü ilə süquta uğradı. Onun 40 yaşlı oğlu 2-ci Avanti bir neçə yüz nəfərlə Setra meşələrinin dərinliklərinə qədər irəlilədi və Kuron qəbiləsinin təməlini qoydu. Bu qəbilə uzun illər Pune ilə düşmənçilik etdi. Getdikcə möhkəmləndi və gücləndi. Amma Punedə yüksək memarlıq bacarıqları ilə şəhərlər salır, hakimiyyətini yayırdı. Kuronlular Avantinin səyahətini qanun halına salmışdılar. Səyyah qrupları hər tərəfə yollanır, dünyanı kəşf edirdilər. Artıq Kuron qəbiləsində elm və məlumat çox əhəmiyyətli idi. Kuron qəbiləsində başçı səs verməklə seçilirdi, amma Avantinin nəslindən gələnlər də unudulmurdu. Əsrlər keçdikcə başqa tayfalar da güclənərək Punenin sərhəddində özlərinə krallıq qurmağa başladılar. Avantinin zamanındakı boş olan ucsuz-bucaqsız torpaqlarda artıq kimlərsə hökm sürürdü. Bu müddət ərzində Kuron qəbiləsi dəfələrlə fəlakətə düçar olsa da dağılmamışdı. Avantinin nəslindən olan başçı Pune sərkərdəsinə əsir düşmüş, yandırılıb öldürülmüşdü. Zaldamadın qəlbindən tapılmış qan tökən Pune sərkərdəsinin əlinə keçmişdi. Bir neçə nəsil sonra Avanti nəslindən olan Claudius Pune əsilzadəsini öldürüb təsadüfən qılıncı ələ keçirdi və uzun illər daşıdığı silahın həmin qan tökən olduğundan xəbərsiz yaşadı. Claudius uzun ömür sürdü. Ruhunu şər qüvvələrə satmış, Tenga ilə döyüşdü və bir çox elmə sahib oldu. 3 oxun, zaman, məkan və insan oxunun kəsişməsi sayəsində eyni zamanda, eyni yerdə olmaqla bir yola çıxdığı məğribli və məşriqli ilə qazandığı elmi mühafizə etdi. Məşriqli Claudiusun kitabını və qan tökəni qurmuş olduqları təriqətin üzvləri vasitəsilə nəsildən nəsilə ötürdü. Və nəhayət bu əmanətlər Puneli Kross adlı müjdələnmiş şəxsə verildi. Kross da hər şeyi yazmağa başladı. Bu kitab bütün unudulmuş və yox olmuş şeylərin sadəcə Krossun yazdığı qədəridir. Sumqığı Claudiusun kitabı baş verdi. Adım Krossdur. Sizin üçün maraqlıdırsa, Puneli olduğumu deməliyəm. Bu yazılanların oxunacağına əmin deyiləm. Üstəlik, necə başlamalı olduğumu da bilmirəm. Amma yaddaşıma güvənib, lap başdan başlayacağam. O, qarı ilə tanış olduğum gündən. Həyatım elə dəyişdi ki, hər gün özümü həm qınayır, həm də təqdir edirəm.